Şu an var. Neçə vaxt artıq car parking oynamıram. Elə bil ki, indi mən tezə proqram yükləmişəm. Çoxunuz da bilirsiniz bu proqramı. Game Guardian'dır. Buradan istədiyiniz kimi hilələr eləyə bilirsiniz. İndi bu günlər sizə maşın necə Chrome eləmək olar, onu sizə başa salacağım. Mən sizə başa salarkən kanala like atıb abunə olmağı da unutmayın. Şərh də yazmağı unutmayın. Uşaqlar, fərqi yoxdur. İstədiyiniz bir maşını seçirsiniz. İstənilən bir maşını seçirsiniz. Mən Ferrari seçirəm. Bir dəqiqə. Açıq. Mən Ferrari'ni seçirəm hal-hazırda. Giririk buradan maşın rəngi dəyişmə yerə. Bura bir dəfə basırsınız. İstəyirsiniz siz İngiliscəyə qoyun. Buradan daha rahat, aydın başa sala bilirsiniz. Maşını birincidə parlaqlığını ən yuxarı çəkirsiniz. İkinciyə də keçirsiniz. Neydi bu? Special'lar. Neyse, ikinciyə keçirsiniz. Buradan da ən yuxarıya baxın. Bunu yuxarıya qaldırırsınız. Sonra keçirsiniz bura. Refleksiyon. Keçirsiniz, baxın uşaqlar. Bunu götürürsünüz, qaldırırsınız, bura qoyursunuz. Yuxarı. Sonra bir dəfə də sola basırsınız. Bunu da həmçinin götürüb basırıq, qoyuruq bura. Uşaqlar, əgər kimdəsə Game Guardian yoxdursa, YouTube'da Game Guardian necə qoşma olur, ona da bir dənə baxarsınız YouTube'da. Sonra mənim başa saldığım kimi maşın necə Chrome edilir, bu videoya baxarsınız. Neyse uşaqlar, keçid alaq videomuza. İndi bunu da götürdük yuxarı. Açırıq Game Guardian'ı. Burada oyunumuzu seçirik. Uşaqlar, burada qabaqda sağ tərəfdə ikinci lupa işarəsi var. Ona bir dəfə basırıq. Sizdə indi sual işarələri göstərəcək. 3 dənə sual. Burada siz float'a basırsınız. Buraya yazırsınız 1. Yeni axtarışa basırsınız. Atdı. Atmalıdır, elə o atmalıdır. Sonra götürürsünüz, bunu çəkirsiniz aşağıya. Sonra tezdən Game Guardian'a giririk. Buradan basırıq 0. Saflaşdırmaq. Yeni atır. Bu elə olmalıdır ki, Chrome'umuz olsun. Uşaqlar, bir də təkrarlayırıq. Yuxarı gələndə 1, aşağı gedəndə 0. 1'ə basırıq təkrarla. Saflaşdırmaq. Aşağı. Sıfır. Sonra tezdən uşaqlar qaldırırıq yuxarıya. Sonra 1. Beləsinə get-gedə bu davam edir. Sonra tezdən 0'a basırıq. Sonra tezdən qaldırırıq. Sonra tezdən 1 eləyirik. Uşaqlar, baxın, əgər bu sizdə də bu ekran gəlsə, buradan çıxıb tezdən eyni şeyə davam eləməyəcəksiniz. Burada baxın, sağda 3-cü. Sağda 3-cüyə basırsınız qələm işarəsinə. Buradan nəsə gələ bilər. Bunu X-ə basıb silirsiniz. Yazırsınız bura 8. Bəliyə basırsınız. Sonra isə çıxırsınız. Uşaqlar, baxın. Buradan nə suspensiyon, nə də refleksiyon. Onların heç birinə əl vurmursunuz. Onlara əl vursanız, Chrome əldən getdi. Ancaq Mine'də istədiyiniz Chrome rəngi eləyə bilirsiniz. Uşaqlar, Chrome'umuz hazır. Mən hal-hazırda istədiyim maşını Chrome elədim. İstədiyiniz rəngə qoya bilərsiniz. Məsələn üçün olsun göy rəngdə. Çoxu deyək ki, bəzi adamlar göy rəngdə Chrome'la xoşlayır. Fərqi yoxdur. İstəyirsiniz yaşlı olsun, istəyirsiniz göy olsun. Chrome olur da. İstədiyiniz rəngi götürüb çıxarda bilirsiniz. Uşaqlar,
Bu videoya qəşəng like gəlsə əgər, sizə krom təkər, bir də 07-nin bumperlə buferini çıxarmağı sizə başa salacağım. Neysə uşaqlar, kanala like atıb abunə olmağı unutmayın. Şərh bölməsinə də rəylərinizi yazmağı unutmayın. Neysə başa düşməsəz sizə yardımcı eləyə bilərəm. Sağ olun uşaqlar, sağlıqla qalın.